Deməli uşaqlar, bugünkü dərsimiz Hülakilər dövlətidir. Monqolların 3-cü yürüşü nəticəsində yaranan dövlətdir. Deməli dövlətin yaranması 1258-ci ildə 99 il yaşayıb 1357-ci ildə süqut eləyəcək. Paytaxtı 3 dənədir. Birinci olub Marağa, Sacilər dövlətindən oxşadırıq. İkinci olub Təbriz. Üçüncü olub Sultaniyə. Bu Sultaniyə şəhərini Hülaki xan özü saldırıb elə. Sonra görüblər ki, Sultaniyə yaxşı deyil, yenidən köçürüblər Təbrizə. Ərazisi bütün Azərbaycan, Dərbənddən İran körfəzinə qədər bütün Azərbaycan 250 min kvadrat kilometr ərazini əhatə eləyirdi. Başdan ayağa. Banisi Hülaki xan idi. Təbii ki, Hülakinin adı ilə Hülakilər dövləti adlanmışdı. Demək, yaranması, süqutu, paytaxtları, banisi, ərazisi. Qoy belə deyək ki, biz bilirik ki, Monqollar Azərbaycana 3 dəfə gəlib. Birinci yürüşü kəşfiyyat, 2 möhkəmlənmək, 3 isə feodalları əzməkdir. İkinci dəfə gəlib Azərbaycanı işğal eləyəndən sonra Azərbaycanı Monqol canişinlər idarə eləyirdi və onlar yerli feodalları əzirdi. Yəni bizi əzirdi. Hətta Ali Monqol canişinliyi dövründə yarlıq adlı bir sənəd var idi. Buna icazə kağızı deyirdilər. Elə bir Azərbaycan yerli feodalları öz malikanələrini idarə eləmək üçün köçmə feodallardan icazə alırdılar. Amma bu Azərbaycan feodallarının da səbri bir yerə qədər idi. Axır ki, səbir tükəndi. Ta 1239-cu ildən 1256-cı ilə qədər səbir tükəndi. 17 ildən sonra nəhayət ki, köçmə feodalların, yəni Monqol feodallarının sözünə baxılmır. Bu zaman burada olan Monqol feodalları mərkəzdən kömək istəyir. Mərkəzdən Hülaki xanın rəhbərliyi altında Azərbaycan 3-cü yürüş başlayır. Məqsəd Azərbaycandakı feodalları əzmək, nəticədə isə Hülaki dövləti yaranacaq. Hülaki xan gələndə özü ilə 2 dənə 1256-58-dir. 3-cü yürüş. Hülaki xan gələndə özü ilə 2 dənə güclü tayfa gətirir. Biri çobanilər, biri də cəlairilər. Hülaki gəlir, girir Azərbaycana. Azərbaycandakı feodalları məğlub eləyəndən sonra çobaniləri qoyur Azərbaycandakı, siz oturun burada, mən də gəlirəm. Özü gedir Bağdada. Bağdadda Ərəb dövlətini süqut etdirir, Abbasiləri 1258-ci ildə. Cəlairiləri qoyur Bağdadda, özü qayıdır Azərbaycana. Hülaki dövləti Azərbaycanda yaranan bir dövlətdir. Yəni, baxmayaraq ki, Abbasilər süqut etdirib, amma Azərbaycanda yaranan bir dövlətdir. Niyə? Neyinə lazımdır qupquru Ərəbistan çölləri? Gəlib yağlı Azərbaycana. Hökümdarlarından təbii ki, dövlətin banisi Hülaki xandır. Eşitəcək ki, dövlətin banisidir. 1258-ci ildə dövləti yaradıb 1265-ə qədər hakimiyyətdə olub. Məsləhətçisinin adı Nəsrəddin Tusi idi. Nəsrəddin Tusi 1259-cu ildə dövlət yaranandan 1 il sonra Marağa rəsədxanasını tikdirib. Bu da hava haqqında məlumat almaq üçün Hülakilərə böyük köməklik göstərirdi. Vəzirinin adı isə Yuşmut idi. Yuşmut. Hətta Azərbaycanın idarəsini o, öz ölkədə olmayanı vəziri Yuşmuta tapşırırdı. Və Hülaki xanın, nəinki Hülaki xanın, bütün Monqol hökümdarlarının dövründə Azərbaycan feodalları sıxışdırılır, torpaqları əllərindən alınır. Gəlmə feodalları isə üstünlük verilirdilər, təkcə Qazan xan istisna. Hülaki xandan sonra oğlu Abaqa xan var. Eşidəcək bir dənə cümlə ki, Nəsrəddin Tusi onun vəziri olub. Hülakinin məsləhətçisi Abaqa xanın vəziri olub. Bir dənə Keyxatu var. Keyxatu 1294-cü ildə kağız pul, Çində bir dənə kağız pul var idi. ÇAO, ÇAO adlı kağız pul. Bu da götürüb Çindən gətirmişdi Azərbaycana ki, Təbriz tacirlərinə bundan istifadə eləyin. Təbii ki, kağız pul idi, keyfiyyətsiz idi, tələbatı ödəmirdi. Xəzinə də elə bir itib getmişdi ortalıqda kağız pul, tələbatı da ödəmirdi deyənə xəzinə boşalmışdı. Ona görə də Keyxatu hakimiyyətdən qovulub, hakimiyyətə gəlib Qazan xan. Qazan xanın hakimiyyət illəri 1295-ci ildən 1304-ə qədər. Qazan xan üçün nə işləyəcək? Qazan xan hakimiyyətə gələndə ölkə viran gündə idi, yəni Azərbaycan. Niyə? Çünki Azərbaycanda belə deyək də idarə etmə bərbad idi, xəzinə boşalmışdı, ölkədə böyük bir özbaşınalıq var idi. Heç kim belə deyək mərkəzi hakimiyyəti saymırdı. Bu zaman Qazan xan nə edəcək? Başlayacaq islahat keçirməyə. Birinci islahatı olacaq din islahatı.
Dini islahata görə bizim üçün keçirəcək bunu, yerli əhali üçün. Dini islahata görə yerli feodalları, yerli əhalini öz tərəfinə çəkmək üçün İslam dinini qəbul eləyəcək. Və Quranda bütpərəst idi bunlar da. İslam dinini qəbul eləyəcək və Quranda olan Mahmud adını özü üçün ad götürəcək və Mahmud Abad adlı da bir şəhər saldıracaq ki, Azərbaycan əhalisi sakitləşsin. Təbii ki, bu Monqol feodallarının xoşuna gəlməyəcək. Monqol feodalları Qazan xana qarşı üsyan qaldıracaq. Şimalda və cənubda üsyanlar baş verəcək. Söhbət 1297-98-ci illərdən gedir və nəticədə Qazan xan təbii ki, bu üsyanları yatırtacaq, öhdəsindən gələcək. Amma köçmə feodallar da bir tərəfə atmadı. Onlar üçün də torpaq islahatı keçirdi. Torpaq islahatına görə təbii ki, hərbi xidmətə köçəri Monqol feodallar gedirdi. Yerlilər getməyəcək ki. Torpaq islahatına görə hərbi xidmət müqabilində Monqol feodallarına iqta paylanırdı. İqta irsi deyildi. Əgər ki, iqtanın sahibi öləndən sonra onun varisi də hərbi işi yerinə yetirərsə, ona verilirdi. Və iqta verilirdi divan, yəni dövlət torpaqları hesabına, incu, yəni hökmdar torpaqları hesabına, bir də bayrat, bayraat. İstifadəsiz torpaqlar var idi. Dövlət onu istifadəli eləyirdi, kanal falan çəkdirirdi, verirdi hərbiçilərə. İncu ilə bayrat yeganə sözlər ki, bunlar ancaq Monqolların dövründədir. İncu hökmdarı məxsus irsi torpaqdır, bayrat da istifadəsiz torpaqlar idi. Bunların hesabına hərbiçilərə torpaq verirdi, yəni cəmaatdan almırdı torpağı. Qazan xan ümumiyyətlə cəmaatdan bir qəpik də almırdı. Ağır şəraitdə keçirdiyi islahat isə vergi islahatı idi. Vergidə nizam-intizam yaradıldı. Birbaşa verginin yığılması divana, yəni dövlətə tapşırıldı. Özbaşınalığın qarşısı alındı. Lövhələrə yazılırdı vergilər, vurulurdu. Hansı ərazi ki, vergi verəcək, həmin ərazilərə vurulurdu. Bunu Hindistanda Aşokanla oxşada bilərik. Növbəti bir islahat ən ağır şəraitdə keçirilən budur. Növbəti bir islahat isə məhkəmə islahatıdır. Yarımçıq qalacaq bu. Niyə? Çünki Qazan xan öləcək, islahat yarımçıq qalacaq. Məhkəmə islahatına görə 30 illik sənədlər ləğv olundu. Artıq yəni dəyərsiz idi. Ədalətli qazilər rəhbərlik eləyirdi məhkəməyə. Onların ədalətli olduğunu necə bilirik biz? Qəbzlə. Qəbz. Tutaq ki, qəbz verilir, qazıdır, məhkəməyə baxacaq. Qəbz verilir ona, həmin qəbzdə yazılır ki, əgər sənin ədalətsizliyin sübut olunsa, ay qazi, sən özbaşınağı eləsən məhkəmədə, ölüm hökmü oxunacaq sənin üçün. Qazi də razılaşır, imzalayır onu. Və əgər ki, məhkəmədə qazının ədalətsizliyi isbat olunarsa, o qəbzdə yazılan cəza ilə razılaşmalı idi. Növbəti bir islahat isə ticarət islahatı idi. Vahid ölçü çəki sistemi yaradıldı. Ticarət inkişaf elədi. Sonra ticarət, demək, qayda qanun söhbəti var. Əgər alqı-satqıda qayda qanundirsə, bu məhkəmə islahatına aiddir. Yox, gömrükdə qayda qanundirsə, bu ticarət islahatına aiddir. Bu nə deməkdir? Gömrük budur ki, ticarətə aiddir də gömrük. Dövlətin qoyduğu rüsumdur. Tutaq ki, sən ona görə rüsum ödəməlisən. Gedib heç yeri şikayət eləyə bilməsən, bu dövlətin qoyduğu rüsumdur. Amma alqı-satqıda qayda qanun budur ki, mən alamam, sən satansan. Ola bizim aramızda münaqişə olar, dalaşaraq gedib işimiz məhkəməyə çıxar. Bunu fərqləndirək. Bir də rabitə islahatı. Rabitə islahatına görə hər 3 fərsəxdən bir fərsəx, yəni 20-21 kilometrdən bir dənə poçt qoyurdular. Və həmin poçtda əhali öz şikayət məktublarını yazıb atırdı. Poçtları yam deyirlər, poçta, yam. Poçtları demək hərbiçilər qoruyurdu və o hərbiçilər də dövlətdən maaş alaraq onu qoruyurdu. Belə deyək də, əhalidən pul ala bilməzdilər. Və həmin məktubları poçtalyon yığıb aparanda gecə qaranlığa düşərsə, belə deyək də, yolda qalmış olarsa, onun üçün karvansaralar, yəni öz dilimizlə desək otellər, karvansaralar tikilirdi və hərbiçilərin nizam-intizamı ilə qorunması ilə gedib gecəni orada qalırdı. Kəndinin evində qala bilməz, kəndindən pul qopara bilməz. Yəni Qazan xanın 6 sahədə keçirdiyi islahatı din, torpaq, vergi, məhkəmə, ticarət, rabitə hamısı ölkəni çətin vəziyyətdən çıxartdı. Qazan xandan sonra hakimiyyətə gələcək demək, onun qardaşı Olcaytı Xudabəndə. Olcaytı Xudabəndə də eynən
Xudabəndə. Eynən qardaşı Qazanın siyasətini davam elətdirir. Hakimiyyət ili 1304-cü ildən 1316-cı ilə qədər. Eynən qardaşının siyasətini davam etdirir. Qazan xan torpaq islahatında bir dənə cümlə deyim sizə. 1303-cü ildə kəndləri torpağı təhkim eləyib. Azərbaycanda təhkim sözü yoxdur. Təhkim qul deməkdir. Feodalizm dövründə qul, yəni şəxs asılılığında itirmək. Amma Azərbaycanda təhkim sözü yoxdur. Bir dənə Qazan xanın dövründə iştirir onu. O da yaxşı mənada. Elə bir cəmaət əkin əkirdi, çıxıb gedirdi. Bu da cəmaatı qoymadı bir yerdən başqa yerə köçsün ki, yəni sahəyə ziyan vurursan da. Olcaylı Xudabəndədən sonra 1316-cı ildən sonra hakimiyyətə gəlib Əbu Səid. 12 yaşlı Əbu Səid 1316-cı ildən 1335-ə qədər hakimiyyətdə olub. Adını eşitdiyimiz sonuncu Hülaki hökmdarıdır. Hülaki, Qazan, Olcaylı Xudabəndə, bir də Əbu Səid. Əbu Səid az yaşlı gəldiyi üçün hakimiyyətə onun adına bütün işləri çobanilər həyata keçirirdi. Bu da digər saray əyanlarının xoşuna gəlmədiyi üçün Əbu Səidə qarşı üsyan qaldırıblar. Deməli, Qazan xan da dövründə üsyanlar var, Əbu Səidin də dövründə. Qazan xan yerli feodalları öz tərəfinə çəkdiyi üçün üsyan var. Bu da çobanilər dövləti idarə elədiyi üçün digər sülalələr üsyan qaldırmışdı. Və nəticədə Əbu Səid demək ki, çobanilərin əli ilə dövləti idarə eləyəcək. 1318-ci ildə və 1319-cu ildə 18-də Gürcüstanda, Sultaniyədə, Naxçıvanda, 19-da da Xorasanda Əbu Səidə qarşı üsyanlar olacaq. Amma Əbu Səid bu üsyanları təbii ki, yatırdacaq və buna görə də Bahadır titulunu almış olacaq. Lakin bu müəyyən yaşa dolandan sonra gedir çobanilərdən ona həmişə kömək eləyən Əmir çobanın qızı ilə evlənir. Lakin saray əyanları bunu öyrədir ki, bəs də qaynaton güclənib hakimiyyətə keçəcək qayınlarınla bir yerdə sən zəifləyəcəksən, qaynatovu aradan götür. Bu da 1328-ci ildə qaynatasını və qayınlarını öldürür. Demək, lakin 1335-ci ildə də arvadı Əbu Səidi öldürüb. Niyə? Qoy belə də izah edeyim ki, Çingiz xanın, biz Monqol dövlətini keçəndə işləyəcək ki, Çingiz xan dövləti böləndə 4 dənə hissəyə bölüb. Qeyd edim ki, Hülaki Monqol dövlətidir də 4 hissəyə bölmüşdü və Azərbaycan bölgüyə görə 4 oğuldan biri olan Xəzərin yuxarısında oturan Cüciyə çatmışdı. Cücinin də dövləti Qızıl Ordu dövləti adlanacaq. Cücinin də oğlu gedib Qızıl Ordu dövlətini yaradıb. Yəni Azərbaycan xülasə Çingizin varisi olan Qızıl Orduya çatır. 4 dənə bölgəyə bölünüb. Azərbaycan buna çatır. Amma Çingizin belə deyək, Cüci oğludursa, Hülaki onun varislərindən, yəni kimlərindənsə idi. Hülaki gəlib Azərbaycanda dövlət yaratmaqla Qızıl Orduya sataşmış olub və 5-ci ulus hesab olunur. Çingiz xan 4 dənə ulusa bölmüşdü, ulus. Amma Hülaki Azərbaycanda gəlib dövlət yaratmaqla 5-ci ulus yaratmış olur. Ki bu da Qızıl Orduna Hülakinin mütəmadi düşmənçiliyinə səbəb olub. Aralarında 100 ilə yaxın müharibə gedib. Müharibənin hamısında qalib Hülakidir. Elə dövlət yaranandan 1258-ci ildən ta 1357-yə qədər Qızıl Orduna Hülaki 100 ilə yaxın Azərbaycanın üstündə bir-birinə dalaşıb. Gedişatın hamında Qızıl Ordu qalibdir, məğlubdur. Nəticədə isə Qızıl Ordu qalib gələcək. 1335-ci ildə Qızıl Ordu xanı Özbək hücum eləyib Əbu Səidin dövründə Azərbaycana və kürə qədər əraziləri dağıdıb. Bundan qəzəblənən Əbu Səidin arvadı Əbu Səidi 1335-ci ildə öldürüb. Əbu Səidin ölümündən sonra Azərbaycan çevrilib döyüş meydanına. Şirvanşahların, Azərbaycanda olan çobanilərin, bir də aşağıdan cəlarilərin. Təbii ki, müharibənin nəticəsində qalib gələn çobanilər olacaq. Niyə? Çünki onlar Hülaki dövlətini idarə etməsini çox gözəl bilirdilər və buna görə də 1335-ci ildən 1338-ci ilə qədər 3 dənə qüvvənin arasında Şirvanşahlar, çobanilər, cəlarilərin arasında hakimiyyət uğruna mübarizə getsə də nəticədə qalib çobanilər gəldi. Lakin onlar yenə də sədaqətinə belə deyək, əməl eləyərək Hülakilərin adından dövləti idarə elədilər. Yəni özləri hakimiyyətə keçmədilər. 1338-dən 1357-ci ilə qədər dövlət süqut eləyənə qədər dövləti çobanilər Hülakilərin adından idarə elədi. Çobanilərdən də 2 dənə şəxs seçəcəm. Biri Şeyx Həsəndir, Həsən. Biri də Əşrəfdir.
Deməli, Şeyx Həsən yaxşıdır, Əşrəf pis adam olub. Şeyx Həsənin dövründə Çobanilər çox gözəl Azərbaycanı idarə elədi. Əşrəfin dövründə isə 2 dənə üsyan var. Biri 1340-da, biri 1357-ci ildə. Səbəb ağır vergi siyasəti Təbriz əhalisinin səbr kasasını daşdırdı və Təbriz əhalisi 2 dəfə üsyan qaldırıb. Bu yatırılıb, amma bunda isə yuxarıdan Qızıl Ordu xanı Canı bəy Özbəkin oğlu idi. 1335-də gələn Özbəkin oğlu idi. Canı bəyi çağırıblar ki, gəl bizə kömək elə. Canı bəy də gəlib Hülaki və Çobanilər dövlətini süqut etdirib. Oğlu Bərdi bəy qoyub bura, özü çıxıb gedib ölkəsinə. Bərdi bəy də 1358-ci ildə Azərbaycanı tərk eləyəcək. Niyə? Çünki atası Canı bəy ölüb, Bərdi bəy də çıxıb gedib buradan. Və nəticədə fürsətdən istifadə edən Cəlalilər 1359-cu ildə gəlib Azərbaycana yiyələniblər. Deməli, Hülaki və Çobanilər 1357-də süqut olunub. 1358-ci ildə isə Canı bəy öldüyü üçün oğlu Bərdi bəy buranı qarət eləyib, çıxıb gedib, tərk eləyib, çıxıb gedib. 1359-cu ildə də Bağdadda olan Cəlalilər gələcəklər Təbrizi tutacaqlar, Azərbaycana sahiblənəcəklər.